Bakının bir küncündə qədim bir məhəllə var. Heç kəsin fikir vermədiyi Balta məhəlləsi. Bütün tarix boyu bu məhəllə öz varlığını saxlayıb. Gəlin ən əvvələ qayıdaq. 400 min il əvvələ. Qaqa bir yerdən balan çıxarmalıyıq. Cəmaət qazanır. Biz niyə qazanmayaq? Artıq bir baltaya sahib olmağın vaxtı gəlib. Çünki biz bacarıqsızıq. Tənbəllik, dağa, bizdən adam olmaz. Təkəmmürlə adama dönüşəcək nəsil bizdən 100% gəlməyəcək. Yaxşı memnunluq eləməyin. Müvəqqəti çətinlikdir. Problemlər bu gün var, sabah yoxdur. Bir yerdən pul çıxarmalıyıq. Cəmaət kişi kimi qazanır. Biz də bir yolunu tapmalıyıq. Bu Əlidir. Musiqi akademiyasında oxuyur. Arada sırada kiçik kafelərdə çıxış eləyir. Düzü, mən də yaxşı tanımıram. Növbəti seriyalarda tanıyacağıq. Nə olsun işləmirik? İşləmirik deyə kişi döyürük. Bu dostum Çingizdir. Yüksək proqramlaşdırma biliyi var. Hardan bilir? İş adı ilə girdiyi 3 aylıq təcrübə proqramlarından. Mən bir şey tapıb bizi xilas eləyəcəm. Bu isə mənəm, İsmail. Min illərdir dəyişməyən Balta məhəlləsinin gedişatını dəyişəcək adam. Əslində pul qazanmaq mənə görə deyil, amma evdə baş verən bəzi hadisələr məni buna məcbur elədi. Bundan sonra mən işləmirəm, pensiyaya çıxıram. İsmail, bundan sonra evə sən baxasan. İş tap özbə. 4 il sən universitetdə oxudum, indi evin kişisi olmağın vaxtı gəlib də, ailənin bütün idarəsini bundan sonra sənə verirəm. Yox da ata. Sus, evin kişisi mənəmsə mənim sözüm keçir. İndi deyirəm evin kişisi sənsən, deməli sənsən. Onda evin kişisi indi mənəmsə mənim sözüm keçir və mən də deyirəm ki, bundan sonra evin kişisi sənsən ata. İndi sənsən, indi səndədir. Səndədir, indi səndə. Səndə, səndə. Səndə əlimdə dəmirdədir. Ha, nətər soxdum hə. Bax, ata olanda sən də başa düşəsən. Gərək həmişə övladından bir addım sonranı düşünəsən. Ata, məncə riskə getməyə. Bu şuursuz mənim ehtiyaclarımı qarşılamayacaq. Mən hələ balacayam, məktəbdə oxuyuram. Oğlum İsmailə güvənirəm mən. Hüseyin, bəlkə işdən çıxmadan əvvəl biraz da fikirləşsəydin, hə? Bax, söhbət İsmaildan gedir. Yuxudan öz başına dura bilmir bu uşaq. Axırıncı dəfə işıq pulunu buna verəndə gedib lampa alıb gətirmişdi. Allah qorusun, başımıza pis işlər gələr. Ayıb olsun mama. Arvad, rahat ol. Bir dənə psixoloji kitab oxumuşam. Deyir uşağın boynuna nə qoysan o da olacaq. Yazılmışdı ki, məsuliyyət yükləyin, məsuliyyətli olsun. Tərifləyin, təriflədiyiniz kimi olsun. İndi kim nə deyir desin, mən İsmailə güvənirəm. Hüseyin, bəlkə artıq əl atasan bu məsələyə. Musa acından divanı gəmirir. Oğlum İsmailə güvənirəm mən. Uzaqdan, yoxundan gələnlər. Bugün ocundan ölən mərhum Zeynəb nənəmiz üçün buradayıq. Bəziləri özünü bu ölümdə təqsikkar hiss eləyə bilər. Ona görə də ölüm mövzusunu izah eləmək üçün prezentasiya hazırlamışam. Xoş eləyirəm, oradan PowerPoint-i açın. Hər şərdə bir xeyir vardır. Deyilən söz yadigardır. Olsa da sənin bodyguardın, ardında hər an Əzrail vardır, ardında hər an Əzrail vardır. Yəni demək istəyirəm ki, heç kəs özünü səbəbkar hiss eləməz. Allah belə məsləhət bilibsə, beləsi düzgün imiş. Morləmi, illərdir ağlımı yiyən bir sual var. Artıq həqiqətləri bilməliyəm. Hazır söhbət düşmüşkən bu sualı sizə vermək istəyirəm. Buyur bala. Bu həşəratların da canını Əzrail alır. Bala, bu sualı elə Əzrailin özündən soruş. Əzrailəm, bu həşəratların da canını siz alırsınız. Hərdən olur. Düzdür. İxlafoz. Həşəratları edin toz. Belə arada reklam da götürürəm. Puldu da indi arada. Bir dəqiqə deyəm, Əzrail, sən burada nə gəzirsən? Canları mən alım. Halvasını elə həmişə siz yiyin. Oo, kəftəsiniz ye. Düzü niyə gəldim? Nənən canını almazdan əvvəl ilk görünüşdə bir qığılcımlanma oldu aramızda. Söhbətləşdik, gözəl vaxt keçdik. İndi də dedim ayıb olar da yasına gəlib. Bir münasibətimiz olub nəticədə. Mənim arvadım haqqında belə danışa bilməzsə. Baba, dayan baba, Əlivi qana batırma. Baba, günaha girmə baba.
Bir dana mantıklı sebep gösterin onu öldürmeyeyim. Mən göstərərəm. Baba, onu öldürsən insanlar ölümsüz olacaq və hər gün doğulan 5 uşaqdan əlavə ölməyən 200 mindən çox insan olacaq və gələcəkdə hər il doğulacaq 150 milyon uşaqdan əlavə ölməyən 60 milyona yaxın insan deməkdir. Bu rəqəmlər hər keçən il həndə silsilə şəklində artacaq. Nəticədə milyonlarla, hətta bir müddət sonra milyardlarla az və kasıb insanlar ortaya çıxacaq. Yoxsulluq qat-qat artacaq. 2040-cı ildə ümumiyyətlə içməli su mənbələri tükənəcək. İnsanlar duzlu dəniz sularını istifadə etməyə məcbur qalacaqlar. 2050-ci ildə hər bir kvadrat metrə 56 nəfər insan yerləşəcək. İnsanlar hər cür canlıları, həşəratları, itləri, pişikləri və hətta insanları yeməyə başlayacaq. Mantıklıymış. Nəvəm, İsmail. Nənə? İsmail, dinlə məni. Sənə bəzi gerçəkləri açıqlamalıyam. Sən əslində bu ailənin oğlu deyilsən. Səni körpəykən başqa ailədən mən oğurlayıb, bizimkilərin ölən uşağının yerinə qoydum. Nə? Yo, inana bilmirəm mən. Mən ögəyəm. Yox, zarafat edirəm. Başqa mövzu üçün gəlmişəm. Sən çox günah işləmisən, İsmail. Hamıya özünü bağışlatmalısan. Mənim ölümümə səbəb olmaqla çox adam üzübsən. Sən atavı anasız, qardaşlı nənəsiz, anavı qaynanasız, babavı arvadsız və həmi qızsız qoymusan. O necə olur? Mən babavın həm də əmisi qızıyam. Belə burada nəslin DNT-sinin içinə zibil qoymusunuz. İsmail, hamının inamını yenidən qazanmalısan. Əsas da tavın. Bir baltaya sap olmalısan artıq. Nənə, əslində sizi göndərmişdim. Hətta iş görüşməsinə də getmişəm mən. Salam, buyurun. Mən iş üçün gəlmişdim. Adım İsmail, 23 yaşım var. Hər şeyi bacarıram. Çox qabiliyyətli insanam. Bakıdan çıxmadan Ukrayna Universiteti bitirmiş dərəcədə qabiliyyətliyəm. Xarici dil biliyiniz nə səviyyədədir? Yaxşıdır, pis deyil. Bir dəfə qız qalasının yanında bir xarici mənə yaxınlaşdı. Hay dedi, hay dedim. Vay dedi, fay dedim. Sel dedi, bay dedim. Yugay dedi, çaşma da dedim. Aydındır. Bəs hərbi xidmətdə olmusunuz? Deməli mənim ayağımın altı düzdür. Onun üçün gedəmməm. Dedilər adam tez yorulurmuş. Qaçmaq filan olmazmış. Yəni mən özüm getməyi çox istəyərdim. Nəticədə kişilik məktəbində. Bir yerdə kişi sayılıram da, mən də düz demirəm. Amma qismət beləymiş. Belə vəbşi əskərin işində dəxli var ki, hə? Silah tutacaq, adam vuracaq, nə edəcək ki? Hə? Niyə gülmürsüz ki? Bir dəqiqə, ciddisiz siz? Mafyasız siz? Mən elə bildim aylıq maaşı olan normal işdir. Hara gəlmişəm mən? Mafiya zad mənlik deyil. Qan görəndə ürəyim qısır mən. Xahiş edirəm, buraxın icazə verin, gedim mən. 5 nəfərlik ailə saxlayıram. Söz verirəm, polisə getməyəcəm, heç kəsə deməyəcəm. Bura heç gəlməmiş sayaq məni. Buraxın gedim, yalvarıram, nə olar? Buraxacaqsınız, hə? Buraxmırsınız? Bax qışqırıram, qışqıracam. Kömək eləyin. Kömək eləyin, adam öldürürlər. Qışqırdım. Help me, help me demişdim. Baxın, ingilis dilini yaxşı bilirəm. Belə nənə. Nənə? Nənə hara getdin? O gecə qərar verdim. Çox pul qazanacaqdım. Böyük adam olacaqdım. Ailəm mənlə fəxr edəcəkdi. Bir variant tapıb pul qazanmalıyıq. Fikir qazandı. Siz də öz layihənizi hazırlayın, investorlarımızın qabağına çıxın. Tapdım. Bütün sir ortadadır. Hər şey çox açıqdır. Fikir qazandıya qatılırıq. Oturmuşam məzarımın başında ana. Ağlayıram. Ürəyimi dağlayıram ana. Qəlbimi sənə bağlayıram ana. Canım anam. Anam. Anam anam. Anam anam. Anam anam. Anam 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 anam. Namam anam 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 nam nam. Anam anam nam 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 anam anam. Anam anam. Anam anam. Anam anam. Let the game begin, neyimiz balta mövzu fame. Bu fərqli bucağıma səslər eynidir. Söhbət eyni deyil, axı mənim nəyim əski kiş tabanlardan qəddəm. Hesab ola bilməyənlər dinləyin, sizə hamısını addım deyin. Əgər iş tapa bilmirsənsə madəm deyəcəyim hər maddəni saxla yadda maddə bir. İlk
sual gəlsə dildən nə badə deyəsən ingiliscə bilməm. Ya da desə tək dil bizdə yetmir, onda bağır İsmail kimi hətmə ala. Maddə 2 məsələ o ki təcrübə ilə bağlı var. Paradoksal fikir ən azı kirli istəyir gödənlə görüşə. Ki yığmaq üçün necə girilmişəm mən, üstə şərt hərbi xidmətdir. Mənim oldu vaxtım amma yoxdur bəxtim, ayaq altı büzdür, bu da ayrı dərddir. Hissi deyir əskərliyin işənə dəxli, nəsə qoyub iks hamısına gərək iş tapam. Soruşsa papa deyim baltıya sapam.